Salamlayıram hər kəsi. Xəritələr və Xalqlar kanalında sizləri görməkdən olduqca məmnunam, çox şadam. Necəsiniz? Ümid edirəm baharın canlandığı, təbiətin oyandığı bu gözəl günlərdə işləriniz xoş gedir. Həmçinin mübarək Ramazan ayının günlərində işləriniz avant və qaydasında gedir inşallah. Görürsünüz ki, təbiət canlanır, hava isinişir, hər şey yaxşılığa doğru gedir və inşallah həyatınızda da bu baş versin. Mənim videomu izlədiyiniz üçün, kanalıma abunə olduğunuz üçün sizlərə sonsuz minnətdaram. Və bu gün önümə çox maraqlı bir xəbər çıxdı. İstərəm ki, bu xəbəri həm sizlərə paylaşım, sizlərlə bölüşüm, həm də ardınca öz müzakirələrimizi aparaq, fikirlərimizi bölüşək. Və bu arada Ramazan ayında oruç tutanların orucunu, namaz qılanların namazının qəbul olmasını, duaların çin olmasını, nə nəzir niyazınız varsa çin olmasını canı könüldən diləyirəm. Bizim TikTok hesabımızda da həm imsak, həm də iftar söhbətlərimiz gedir. Aşağıdakı linka daxil olaraq bizim kanalımızı TikTokdan izləyə bilərsiniz, həmçinin müxtəlif platformalardan və bizim canlı yayımlarımıza qoşula bilərsiniz. İmsakdan və iftardan öncə canlı yayımlarımız olur. Sizləri səbirsizliklə gözləyirik. Keçək xəbərimizə, günümüzün mövzusuna. Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi qaçınılmazdır. Belə bir təkliflə müraciət olunub. Regionlarda həm təhsil, həm səhiyyə, həm də digər problemlərin həlli üçün kiçik kəndlərin birləşdirilməsi qaçınılmazdır. Bunu iqtisadçı Eldəniz Əmirov deyib. Və davam edib, ümumiyyətlə regionların idarə edilməsində tam yeni idarəçilik üsullarına və inzibati rayonların yenidən strukturlaşdırılmasına ehtiyac var. Amma əgər idarəetmə üsul və formalarına dair bir dəyişiklik olmayacaqsa, o zaman mümkün qədər ən qısa zamanda kiçik kəndlərin birləşdirilməsinə dair işlərə başlanılmalıdır. Kiçik kəndlərin birləşdirilməsinin xərclərinin optimallaşdırılmasına, infrastrukturun təkmilləşdirilməsinə, iqtisadiyyatın güclənməsinə, xidmətlərin keyfiyyətinin artmasına, idarəetmə səmərəliliyinin artırılmasına, balanslı inkişafa, yerli idarəetmənin güclənməsinə və başqa məsələlərə çox böyük müsbət təsirləri olacaq. Ən əsası kəndlərdə təhsil, səhiyyə və digər xidmətlərin göstərilməsi mümkün olacaq ki, bu da hər kəsin, hər sakin üçün əlçatan olacaq. Hazırda ucqar ərazilərdə nəinki poliklinika, heç kiçik tibb məntəqəsi, apteki, bankomatı, normal yolu, izi, normal məktəbləri olmayan və digər çoxsaylı xidmətlərdən yararlana bilməyən saysız hesabsız kəndlilərimiz, vətəndaşlarımız var. Eləcə də kəndlərin birləşdirilməsi ilk baxışdan böyük vəsait tələb etsə də, prosesin sonunda həm dövlət, həm də insanlar qazanacaq. Bu iqtisadçı Eldəniz Əmirovun fikirləri idi. Mən də istərdim öz fikirlərimi əlavə eləyim. Ümumiyyətlə bu məsələdə demək olar ki, %90% həmfikirəm. Bəli, Azərbaycanda həqiqətən rayonların sayı, kəndlərin, qəsəbələrin, yaşayış məntəqələrinin sayı çoxdur. Mən düşünürəm ki, onlar vahid birləşdirilsə, məsələn, qonşu kəndlər də bir-birinə yaxındır və kiçik kəndlər də birləşdirilib bir kənd halında və yaxud bir qəsəbəyə çevrilsə, daha məqbul olar. Hətta buna bənzər bir nümunəni biz Kəlbəcərdə gördük. Bir neçə müddət əvvəl kanalımdakı videoların birində yadımdadır ki, bu məsələni vurğulamışdım. Məsələn, Kəlbəcər rayonunda, hansı ki, ora işğaldan azad olub və orada yeni təmir, quruculuq, abadlıq işləri gedəcək. Kəlbəcər rayonundakı kiçik kəndlər birləşdiriləcək, yeni qəsəbələr salınacaq və yaşayış məntəqələrinin sayı azaldılacaq. Bu mənə də çox xoş gəldi və həqiqətən də gözəl fikirdir. Əlbəttə biz kəndlərimizi, onların keçmiş o yaşayış yerləri ki, hardadır, tariximizi unutmuruq. Lakin bununla bərabər yeni optimal variantlara da ehtiyac var. Bu mənim gəldiyim şəxsi qənaətdir. Ola bilsin ki, insanların fikirləri, düşüncələri müxtəlifdir. Onun üçün də videonun başında da dediyim kimi, indi sonunda da deyirəm, rəylərinizi yazın, fikirlərinizi bölüşün. Mənim bu günə deyəcəklərim bu qədər idi. Ümid edirəm ki, sizlər üçün bu video maraqlı və informativ oldu. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin. Sağ olun, salamat qalın.